Düzxətli, bərabər sürətli və dəyişən sürətli hərəkətdən ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına birlikdə baxacağıq. Başlayaq birinci sualdan. Sükunət vəziyyətindən 4 sm/s² təcillə hərəkətə başlayan avtomobil 5-ci dəqiqənin sonundakı sürətini tapın. Əvvəlcə sükunət vəziyyətindən dediyinə görə V0 0-dır. Təcilimiz deməli yazırıq ki, A bərabərdir 4 sm/s². Biz onu əsas vahidlə, yəni metr/s² ifadə eləsək, 0,4 metr/s² deməkdir. 5-ci dəqiqənin sonu, zaman 5 dəqiqədir. Saniyə ilə ifadə eləmək üçün 60-a vuracağıq. 300 saniyə. Sürətini tapın deyir. Sürət tənliyinə görə V bərabərdir V0 plus AT-dir. Sükunətdən olduğuna görə onda V0 0-dır. Onda V bərabər olur AT. İndi sürət tapaq. Təcilin yerinə 0,4 vuracaq onu. Zaman 300 saniyədir. 300-ə bu da eləyəcək 12 metr/saniyə. Cavab olacaq 12. İkinci sual. Sürət tənliyi ilə verilmiş cismin təcilinin proyeksiyasının zamandan asılı qrafikini yazın. Biz bilirik ki, sürət tənliyi Vx bərabərdir V0x plus AXT-dir. T-nin qarşısında yazılan təcili göstərir və buradan görürük ki, AX nəyə bərabərdir? 2 metr/saniyənin kvadratına və biz bilirik ki, burada təcil sabit qalır. Çünki həm bərabər yavaşlayan, həm bərabər yeyinləşəndə təcil sabitdir. Bu da yeyinləşən hərəkətdir. Və təcilin proyeksiyasının zamandan asılı qrafikini qursaq, AXT müsbət 2 və sabit bu şəkildə qurulmalıdır. Zamandakı getdikcə dəyişsə də təcil dəyişmir. Keçək növbəti suala. Yer dəyişmənin Sx bərabər 2t plus t kvadrat tənliyi ilə ifadə olunan cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki. Burada biz görürük ki, Sx bərabərdir 2t plus t kvadratdır. Bu Sx bərabərdir V0t plus at kvadrat böl 2 ifadəsindən başlanğıc sürətimiz burada 2, təcilimiz də müsbət 2-dir. Yəni başlanğıc sürəti 2 olan hərəkətdir. Yeyinləşəndir. Sürətin proyeksiyasının zamanı asılı qrafikini qursaq Vxt. Deməli, başlanğıc sürət 2. 2-dən başlayıb və yeyinləşən hərəkət eləyir. Yeyinləşən hərəkət eləyir. Bura 2-dir. Bura zaman da yazsaq əgər, məsələn, bura 1 saniyə qeyd eləsəm, 1 saniyə təcil 2 alınmalıdır. Onda delta V bərabərdir A vur T. 2-ni vuracaq 1-ə, eləcə 2. Sürət dəyişməsi 2 olmalıdır. Başlanğıc sürət də var. Delta V bərabər V çıx V0. Buradan V-ni, yəni birinci saniyənin sonundakı sürət tapsaq, delta V plus V0 yazarıq. Bu da olacaq 4. Yəni burada sürət olmalıdır 4. Bu şəkildə bir qrafik çəkəcəyik. Dördüncü sual. V0x 4 metr/saniyə başlanğıc sürətlə düzxətli bərabər təcilli hərəkət edən cismin koordinatının zamanla asılı qrafiki verilmişdir. Koordinatın ən böyük x max-da qiymətini tapın. Biz əvvəlcə bilirik ki, bu x max-da cisim ani olaraq dayandığı üçün onun son sürəti 0-dır. V bərabər 0. Başlanğıc sürəti verib. Mən əvvəlcə təcili tapmalıyam. Burada yazacağıq ki, V bərabərdir V0 plus AT. Son sürətimiz 0-dır. 0 bərabərdir 4 plus A vurulsun. Buna uyğun zaman 3 saniyədir. Onda A nəyə bərabərdir? Mənfi 3-də 4-ə. A-nı tapdığımı. İndi x-i necə tapacam? Yazırıq. X bərabərdir V0t plus AT kvadrat böl 2-dir. V0 4-dür. 4 vurulsun 3 minus. Niyə minus? Çünki təcilimiz mənfidir. Mənfi 3-də 4 vurulsun t kvadrat. Zaman 3-lü kvadratı eləyəcək 9. Bir də vurulsun 2-də 1. Çünki burada böl 2 var idi. Bərabərdir. 3 dəfə 4 12 çıxılsın. 9 ilə 3 ixtisar gedir. Burada 1, burada 3 qalır. 2 ilə 4 ixtisar gedir. Burada 1, burada da 2 qalır. 2 dəfə 3, 6. 12-dən də 6 çıxacaq. Cavab olacaq 6 metr. Vəssalam. 5-ci sual. AX bərabər mənfi 6 metr/saniyə² təcili ilə düzxətli hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Koordinatın ən böyük qiymətini tapın. Yenə də bilirik ki, x max-da son sürət 0-a bərabərdir. Başlanğıc sürət tapa bilərik. V bərabərdir V0 plus AT-dən 0 bərabərdir V0 minus A mənfi 6-dır. Minus 6 vurulsun. Buna uyğun zaman 2-dir. 6 vur 2.
Buradan V0'ı tapırıq. V0 bərabər 12 metr böl saniyə. İndi x max'ı tapaq. X bərabərdir V0t plus AT kvadrat böl 2'dir. V0'ımız tapdıq 12 vurulsun. Zaman 2 saniyədir. 12 vur 2 çıxılsın. Çünki təcil mənfidir. 6 vur 2'nin kvadratı 4 böl 2. 12'ni 2'ye vuracaq 24 çıxılsın. Burada ixtisar gedəcək 2. 24 çıxılsın 12 bərabərdir 12 metr. 6-cı sual. Hərəkəti x bərabər 5 plus 3t plus 2t kvadrat tənliyi ilə ifadə olunan cismin təcilinin proyeksiyasının zamanası qrafiki. Baxın, x bərabərdir 5 plus 3t plus 2t kvadratdır. Bu x bərabər x0 plus b0t plus at kvadrat bölü 2, yəni bərabər təcilli hərəkətin koordinat tənliyidir. Buradan ax-i tapırıq. T kvadratın qarşısında yazılan ədədin 2 mislidir, yəni 4. Müsbət 4 və burada a sabitdir axı, təcil konstantdır. Onda biz onun qrafikini çəkəndə təcilin proyeksiyasının zamanası qrafiki müsbət 4 və sabit. Zaman keçsə də dəyişmir. Burada 1'dir, 2'dir, 3'dür, 4'dür və s. 7-ci sual. İdmançı 4 saniyə ərzində 10 metr sürətlə, sonraki 6 saniyə ərzində 13 metr böl sürətlə hərəkət edib, orta sürətini tapın. Deməli, T1 4'dür, V1 10'dur, T2 6 saniyə, V2 13'dür. V orta sürət nədir? S ümumi bölünsün T ümumi. Yəni gedilən ümumi yolun bu yol getmək üçün sərf olan ümumi zamanın nisbətidir. İndi yazıram. 2 hissəyə ayırıram. S1 plus S2 bölünsün T1 plus T2. İndi burada S yoxdur deyə S'in yerində yaza bilərəm. V1 T1 plus V2 T2 bölünsün T1 plus T2. Baxaq. V1 nədir? 10. 10 vurulsun T1 4 plus V2 13 vurulsun T2 6'dır. Bölünsün T1 plus T2, yəni 4 plus 6 bərabər. 10 4'ə vuranda 40, 13'ü 6'ya vuranda 78. Bölünsün 10. Bunları topladıq, elədi 118. Böldük 10'a, elədi 11,8 metr bölünsün saniyə. Və son cavabımız olacaq 11,8 metr böl saniyə. Avtomobil yolun birinci yarısını 10 metr böl saniyə, ikinci yarısını 15 metr böl saniyə sürətlə gedib, bütün yolda orta sürətini tapın. Bu tip suallarda biz belə rahat bir yol tapa bilərik. Necə? Yolun birinci yarısı. Yol verilmi, bax, özümüzdən bir rəqəm götürək. Misal üçün elə bir rəqəm götürək ki, onun birinci yarısını ona bölmək rahat olsun da. Misal üçün 40 metr olsun 60 metr. Yolumuz olsun 60 metr ümumi. Birinci yarısı eləyəcək 30 metr və bunu əgər V1 10 metr böl saniyə sürətlə hərəkət edirsə cisim, nə qədər müddətə gedəcək? S böl V-dən 3 saniyəyə. Deməli, T1'imiz oldu 3. Bunu tapdıq. Qalan yarısını isə, yəni digər yarısı yenə 30 metrdir. Digər yarısını V2 15 metr böl saniyə sürətlə qət etmişdir. Bu zaman zamanı tapsaq, nə qədər vaxta gedəcək? Yenə S-i böləcək V-yə, 30'u böləcəm 15'ə, deməli 2 saniyəyə də digər yarısını qət elədi. Orta sürət nədir? Ümumi yol böl ümumi zaman. Ümumi yolu özümüzdən bir rəqəm götürmüşdük, 60. Ümumi zamanı ona uyğun tapdıq. 60'ı böləcəyik. Ümumi zamanımız nə oldu? 3 və 2. 5'ə eləyəcək 12 metr bölünsün saniyə. Düstur əzbərləməkdənsə bu yolla eləmək daha yaxşıdır. 9. Yolun birinci 1/3 hissəsini 10 km böl saat sürətlə, qalan 1/3-ni 60 km böl saat, qalan 1/3-ni 30 km böl saat sürətlə getmişdir. Orta sürətini tapın. Yenə də biz yol elə bir qiymət qoyacağıq ki, onun 1/3 hissələrini tapmaq olsun. Misal üçün olsun 90 km. Birinci 1/3 olacaq nə qədər? 30 km. Və bunu avtomobilin sürəti 10 olarsa, saatda 10 km ilə qət edirsə, nə qədər vaxta gedəcək? T bərabər S böl V düsturundan 30'u böləcəm 10'a 3 saata. Deməli, birinci yarısını getdi 3 saata. Digər 1/3-i yenə 30 km eləyir
Və bu dəfə avtomobilin sürəti 60 km/saatdir. Nə qədər vaxta qət etdiyini tapmaq üçün S-i böləcəm V-yə, yəni 30-u böləcəm 60-a, eləcək 0,5 saat. Qalanını 30 ilə, yenə qalan digər 3də biri eləcək yenə 30 km və bunu avtomobilin sürəti saatda 30 km-dir. Qət eləyəcək nə qədər vaxta? T-ni tapmaq üçün S-i böləcək V-yə, 30-u 30-a böləcəm, 1 saatda burada qət elədim. Orta sürət nədir? Ümumi yolun ümumi zamana nisbətidir. Deməli, ümumi yolu böləcəyik ümumi zamana. Ümumi yolumuz nə qədər oldu? 90 km. Ümumi zamanı da tapdıq. T1 3 saat, T2 0,5, digəri də 1. Toplayırıq 4,5. 90-ı böləcəyik 4,5 saata. Onda orta sürətimiz olacaq nə qədər? 20 km bölünsün saat. 10. İki maddi nöqtənin hərəkət tənliyi verilmişdir. X1 2t, x2 4t kvadrat. Hərəkətə başlayandan 2 saniyə sonra ikinci nöqtənin birinci nəzərən sürətin modulunu tapın. Demək, biz bilirik ki, sürət koordinatın törəməsinə bərabərdir. Əvvəlcə birinci cismin sürəti tapmaq üçün onun koordinatından törəmə alacağıq. 2t-nin törəməsi bizə verəcək 2. Bu cismin sürəti 2-dir. Birinci cismin özü də sabitdir. İkinci cismin sürətini tapmaq üçün ikinci cismin koordinatından törəmə alacağıq. Yəni 4t kvadratın törəməsi bizə verəcək 8t. Hərəkətə başlayandan 2 saniyə sonra, onda t-nin yerini 2 yazacağım. Görüm 2 saniyədən sonra ikinci cismin sürəti nə olacaq? Olacaq 16 metr bölünsün saniyə. Aha, 2 saniyədən sonra deyir ki, ikinci nöqtənin birinci nəzərən sürətin modulu. İkincinin birinci nəzərən sürəti tapmaq üçün ikincidən birincini çıxacağım. Yazacağım 16 çıxılsın 2, olacaq 14 metr bölünsün saniyə. Keçirik digər səhifəyə. 11. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilib, 6 saniyə müddətində orta sürətini tapın. Orta sürət nə idi? Gedilən ümumi yolun bu yolu getmək üçün sərf olunan ümumi zamana nisbəti. Əvvəlcə ümumi yolu necə tapacağım? Sürət zaman qrafiki verilən bir cismin getdiyi yolu tapmaq üçün onun zaman oxu ilə yaratdığı fiqurun sahəsini tapmalıyıq. Yəni bu fiqurun. Bu fiqurda trapesiyadır. S bərabərdir. Oturacaqların cəminin yarısı vurulsun hündürlük. Bir oturacağı buradan bura 2 ilə 5 arasında 3 bölgü, yəni 3. Digəri 6-dır. Hündürlüyü isə 20-dir. Yazırıq. 3 plus 6 böl 2 vur 20. Bərabər. 9 böl 2 vur 20. Burada alınır 90 metr. Getdi yol tapdıq. Zaman da verilib. Nə qədər vaxta gedib bunu? 6 saniyəyə. Gedilən yol 90. Böləcəm onu 6-ya. Eləcək 15 metr bölünsün saniyə. Və salam. Cismin hərəkət tənliyi x bərabər t kvadrat minus 6t plus 12 şəklindədir. Dayandığı andakı koordinatını tapın. Əvvəlcə x bərabərdir t kvadrat minus 6t plus 12. Dayanma müddətini tapıb, sonra gətirib yerinə yazıb, deməli biz onun dayandığı andakı koordinatını tapa bilərik. T tormuz dayanma müddətini tapmaq üçün modulda V0 böl A yazırıq. Bərabərdir. V0 başlanğıc sürət 6-dır. Çünki bu x bərabərdir x0 plus V0t plus AT kvadrat böl 2 tənliyinə görə t-nin qarşısında yazılan başlanğıc sürəti göstərir 6. T kvadratın qarşısında yazılan 2 misli təcildir. 1, 1-in 2 misli 2. 6-nı 2-yə böləcək 3 saniyə. Deməli bu cisim 3 saniyədən sonra dayanacaq. Dayandığı andakı koordinat tapmaq üçün gətirib yerinə yazırıq. T kvadrat çıx 6t plus 12. T'nin yerinə 3 yazıram. 3-ün kvadratı çıxılsın 6 vurulsun 3 plus 12. 3-ün kvadratı eləyəcək 9 çıxılsın 6 dəfə 3 18 plus 12. 9 ilə 12-ni toplayacağım 21. 21-dən çıxacağım 18-i olacaq 3 metr. Deməli dayandığı andakı koordinatı olacaq 3. Cismin hərəkət tənliyi -10t plus 8t minus t kvadrat şəklindədir.
dayandığı andakı koordinatını. Yenə də əvvəlcə dayanma müddətini tapırıq. Bunun üçün başlanğıc sürətin modulunu təcil moduluna böləcəyik. Başlanğıc sürət 8-dir. Təcil 2-dir. Deməli 4 saniyə dayanacaq. Dayandığı andakı koordinatı gəlin tapaq. -10 plus 8 vur 4 minus 4-ün kvadratı bərabərdir. -10 plus 4 dəfə 8 elədi 32 minus 4-ün kvadratı 16. Oldu 32 çıx 26. Bu da elədi 6 metr. Dayandığı andakı koordinat 6 olacaq. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılı grafikini çəkin. Bu cismin sürət proyeksiyası zaman qrafiki verilib. Biz görürük ki, bu x oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkətidir. Onun yer dəyişmənin proyeksiyasının zaman asılı qrafikini çəkəndə zaman oxundan aşağıda bərabər yeyinləşəni çəkəcəyik bu şəkildə. Bu da 0 nöqtəsidir. 15. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. V0 0-dır, yəni başlanğıc sürəti yoxdur. 4-cü saniyənin sonunda cismin sürətini tapın. Bu cismin 4-cü saniyənin sonunda sürəti tapmaq üçün əvvəlcə biz gərək onun təcilini tapaq. Başlanğıc sürət 0-dırsa, bu 2 saniyəyə uyğun hissədə biz yazırıq ki, o 2 saniyə zaman alanına görə getdiyi yol 16 metrdir. Zaman 2 saniyə verilib. Təcil necə tapacağım? Sükunət vəziyyətindən daxil V0 da 0-dır. Onda S bərabərdir AT kvadrat böl 2-dən A bərabərdir 2S böl T kvadratdır. Bu da bərabər. 2 vur, S-in yerində 16 böl 2-nin kvadrat 4. Deməli, bunun təcilini tapdıq. 8 metr böl saniyənin kvadratı. Təcilimiz var. İndi sürəti tapıram. V bərabər V0 plus AT. Bu sürət tənliyidir. V0 0 olduğuna görə V bərabər AT-dir. A-nın yerinə 8 yazıram. 4-cü saniyənin sonunda deyildiyinə görə zaman yerinə 4 yazdıq. 4 öv 8 elədi 32. Deməli, metr böl saniyə və salam. 16. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilib. Hərəkətin ilk 9 saniyəsində cismin yerdəyişməsinin proyeksiyasının modulunu hesablayın və yerdəyişmənin proyeksiyasının zamandan asılı qrafikini çəkin. Əvvəlcə biz baxırıq ki, yerdəyişməsini necə tapacaq. Burada 1, 2, 3. Sürət zaman qrafiklərini heç belə deyə bilərik. Birinci cisim X oxu istiqamətində hərəkətdir. Əvvəl bu birinci fiqur belə deyək də. X oxu istiqaməti hərəkəti göstərir. Bir də X oxunun əksinə hərəkət var burada. Biz yer dəyişməni tapanda belə deyək, işarəni nəzərə almalıyıq. Əvvəlcə birinci fiqurun sayəsini tapanda 6-nı vuracam 3-ə, böləcəm 2-yə, eləcə 9 metr. Deməli, bu cisim 9 metr X oxu istiqamətdə hərəkət edib. Sonra burada bu ikinci fiqur, ümumi bir üçbucaq kimi baxsaq buna. Bir tərəfi, deməli, 3 ilə 9 arasında 6, hündürlüyü də ki, -6 ilə 0 arasında 6-dır. Sahəsini tapanda 2də 1 AH-dan tapsaq, deməli, eləyəcək 2də 1 vurulsun 6, vurul 6. Buradan da S bərabər olar 18. S-i tapdıq, 18 metr. Amma mənfidir. Çünki X oxunun əksinə hərəkət edib. Biz işarəni nəzərə alırıq deyə burada yerdəyişmə nəyə bərabər olar? 18-dən belə deyək, mənfi olduğuna görə modulda yazırıq. -18 plus 9. Buradan alınır yerdəyişməmiz 9 metr. X oxunun əksi istiqamətində. Təsvir eləsək, belə təsvir eləyə bilərik. Misal üçün, bu X oxudur. Təsəvvür eləyək ki, cisim 0-cı koordinatda idi. Əvvəlcə birinci fiqurun sahəsinə görə X oxu istiqamətdə 9 metr getdi. Gəldi 9-cu koordinata. Sonra 18 metr X oxunun əksinə hərəkət elədi. Yəni, qayıtdı geri və indi olduğu koordinat -9-dur. -9. Yer dəyişməsi nə qədər idi? Başlanğıcı 0-dan götürmüşdük. 9 metr yerini dəyişib. Yer dəyişməsi 9 metr. Bunu tapdıq. Deməli, yer dəyişmənin modulunu hesabladıq. Sx oldu nə qədər? 9 metr. İndi yer dəyişmənin proyeksiyasının zamanı asılı qrafikini çəkin deyirsə, çəkək. Sx T qrafikini çəksək. Əvvəlcə ilk 3 saniyə ərzində hərəkətə baxırıq ki, X oxu istiqamətdə bərabər yavaşayan.
özdə yer dəyişməsi nə qədər idi burada? 9 metr idi. Yazıram ki, x ox istiqamətdə yavaşlayan. Belə bir qrafik çəkirik. Zamanı da qeyd edirik burada 3 saniyə. Yer dəyişməsi də oldu 9. Sonra x oxunun əksinə bərabər yeyinləşən, onu da belə çəkəcəm. X oxunun əksinə yeyinləşən. Bura zamanı qeyd edirəm 6 saniyə. Sonra x oxunun növbəti 3 saniyədə x oxunun əksinə bərabər yavaşlayan. Sonra bir dənə də belə bir qrafik çəkirik. Buna uyğun da zamanı qeyd edirik 9 saniyə. Buna uyğun da yer dəyişməsini də qeyd etsək -9. Və salam. 17. Yerə nəzərən sürətləri uyğun olaraq 3V və V olan iki cisim eyni istiqamətdə bərabər sürətli hərəkət edir. Deməli, 2 dənə cisim çəkirik. Yerə nəzərən sürətləri V və 3V-dir. Eyni istiqamətdə hərəkət edirlər. Hər iki cismin sürətini 2 dəfə artırsaq, deməli, bu 2 dəfə artıb olacaq 2V, bu cisim 2 dəfə artıb olacaq 6V. Birincinin ikinciyə nəzərən nisbi sürət necə dəyişir? Əvvəlcə birincinin ikinciyə nəzərən buna 1 deyək də V1, buna da V2 deyək. V1, V2. Əvvəlcə birincinin ikinciyə nəzərən sürəti eyni getdiklərinə görə çıxırıq. 3V-dən V çıxırdıq. 2V idi. Birincinin ikinciyə nəzərən nisbi sürəti. Sonra sürətləri 2 dəfə artırandan sonra birincinin ikinciyə nəzərən nisbi sürətini tapanda 6V-dən 2V çıxacaq, qalacaq 4V. Sürət necə dəyişdi? 2V idi, olub 4V. 4V-ni böləcəyik 2V-yə 2 dəfə artdı. Bu şəkildə yazacaq. Deməli 2 dəfə artar. Gəldik bura 18. Cismin yer dəyişməsinin proyeksiyasının zamanaslı qrafiki verilmişdir. 0T1, T2, T3 zaman anında uyğun əyrilər parabolanın qollarıdır. Bu sürətin proyeksiyası zamanaslı qrafikini çəkin. Aha, biz görürük ki, indi sürət zaman qrafikini çəkəndə baxacağıq. Əvvəlcə 0T1 anında cisim x oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir. Belə bir qrafik çəkəcəm. Bura yazacağım T1, bura 0. Deməli, x oxu istiqamətdə bərabər yavaşlayan. Sonra yer dəyişməsi 0-dır. Yəni, cisim sükunət vəziyyətindədir. Yəni, sürəti də 0 olacaq. Deməli, T1, T2 anında sürəti də oldu 0. Sonra x oxunun əksinə, qol aşağı baxır. X oxunun əksinə bərabər yeyinləşən, biz də bunu aşağı çəkəcəyik. X oxunun əksinə yeyinləşən, bu da olsun T3 anı. Bu şəkildə göstərdik. 19. Cismin sürətinin proyeksiyasının zamanaslı qrafiki verilmişdir. Təcilinin proyeksiyası zamanaslı qrafikini çəkin. Baxaq. Əvvəlcə biz gərək təcili müəyyən eləyək ki, müqayisəsini apara bilək orada. Baxırıq. Təcil nəyə bərabər? Delta V böl delta T. Sürət dəyişməsinin dəyişməni baş verir zamana. Burada biz baxırıq ki, məsələn, bura bir meyl bucağı kimi baxsaq, qarşı katet sürət dəyişməsidir. Bitişik katetdə zaman dəyişməsi. Deməli, burada bir növ qarşı katetin bitişik katetə nisbəti var. Bu da bucağın tangensini verir və tangensdə bucaq nə qədər böyüksə qiymət bir o qədər çox olacaq. Bu fiqura görə indi burada baxırıq meyl bucaqlarına. Alfa 3 kiçikdir. Alfa 2 nisbətən böyük. Alfa 1 ən böyükdür. Deməli, alfa 1 böyükdür. Alfa 2 böyükdür. Alfa 3. Onda 1 nöqtəsinə uyğun təcil daha çoxdur. A1x böyükdür. A2x böyükdür. A3x. Və təcil burada sabitdir. Çünki yeyinləşən hərəkət var. A konstantdır. Yəni, hər bir hissə üçün təcili sabit götürəcəyik də ayrı-ayrılıqda. İndi burada qiymətlər fərqlidir. Məsələn, 0T1 anında təcil sabit qalıbdır. T1, T2 anında müəyyən bir qiymət və sabit. T3 anına görə də, T2, T3 anına görə də müəyyən qiymət və sabit. İndi burada ən böyük oldu 0T1 anında daha belə deyək böyükdür qiymət. Böyük sabit. 0T1. T1, T2 anında nisbətən kiçildi. Yenə bu şəkildə çəkirik. T2, T3 anında biraz da kiçildi. O da bu şəkildə çəkəcəyik. Vəssalam. Bu da təcilin proyeksiyasının zamanı asılı qrafiki. 20. Sükunət vəziyyətindən artıq bizə ipucu verir ki, başlanğıc sürət 0-dır. X oxu üzrə hərəkətə başlayan cismin koordinatının zamanı asılı qrafiki verilmişdir.
Hərəkətin təcilinin proyeksiyasını tapın. Biz əvvəlcə bunun x0 başlanğıc koordinatı 5, 10-cu saniyəyə uyğun son koordinatı 15-dir. Son koordinatı x. Yerdəyişməsini tapaq. X çıx x0 görək nə qədər oldu? 15-dən çıxacaq 5-i 10 metr. Təcilini necə tapacağım? Burada sükunət vəziyyətindən dediyinə görə yazacağıq ki, s bərabər at kvadrat bölü 2-dən təcil tapa bilərəm. A nəyə bərabər olar? Ax bərabərdir 2 dənə sx böl t kvadrat. 2 vur 10 bölünsün zaman nədir? 10 saniyə. 10-un kvadratı deyilir 100. 2-ni 10-a vurarıq 20. 20-ni bölərik 100-ə. Təcilimiz olacaq 0,2 metr böl saniyə kvadrat. Fərq yoxdur. Onu biz bu zaman anına uyğun da eləyə bilərdik. Yenə eyni cavab alınacaqdı. 0,2. 21. Bu dəfə mən kiçik zaman anına 5 saniyə anına uyğun hesablayacağım. Yenə sükunət vəziyyətindən deyir. V0 0-dır. X9 üzrə hərəkətə başlayan koordinat zaman qrafiki verilmişdir. Təcilini tapın. Yəni yerdəşməsini tapaq. 5 saniyəyə uyğun başlanğıc koordinat 5, son koordinat 10-dur. Yerdəşməsini tapaq. X çıx x0 ondan çıxacaq 5-ə eləyəcək 5 metr. Zaman da ki 5 saniyədir. Yenə sükunət vəziyyətindən olduğuna görə sx bərabərdir at kvadrat bölü 2. Buradan ax bərabərdir 2 dənə sx bölü t kvadrat. 2 vur sx 5. T də 5-in kvadratı 25. İxtisar getsə burada qalır 5. 2-ni böləcəyik 5-ə. Təcilimiz olacaq 0,4 metr böl saniyənin kvadratı. 22. Avtomobil yolun 3-dən 2 hissəsini 4 metr böl saniyə sürətlə, qalan hissəsini 6 metr sürətlə getmişdir. Bütün yolda orta sürətini tapın. Yenə də bir rəqəm götürək. 3-də 2 hissəsi tam ədəd alınsın. Misal üçün 12 götürə bilərik. 12 metr. Fərz eləyək ki, bizim ümumi yolumuz 12 metrdir və onun birinci 3-də 2-si nə qədər eləyəcək? 8 metrini avtomobil gedibdir. 4 metr böl saniyə sürətlə nə qədər vaxta gedəcək? Bunu tapmaq üçün S-i V-yə böləcəm 2 saniyəyə. Sonra qalanını, 8 metrin getdi, qalanı nə qədərdir? Qalanı deməli 4 metrdir. S2 4 metr və bunu gedibdir V2 6 metr böl saniyə sürətlə. Nə qədər vaxta gedəcək? T bərabərdir T2. S böl V-dir 4 böl 6 və yaxud ixtisar eləsə 3-də 2 saniyə. Orta sürətini tapanda V orta S ümumini böləcəyəm T ümumiyə. S ümumi nə qədər eləyəcək? Deməli, ümumi yolumuz avtomobilin bütün yolda orta sürət tapın. Ümumi yolumuz 12 idi. İndi ümumi zaman 2 saniyə və 3-də 2 saniyədir. Bunlar toplayaq. T ümumi bərabərdir 2 plus 3-də 2 eləyəcək 2 tam 3-də 2. Deməli, böləcəm bunu 2 tam 3-də 2-yə. Bərabərdir. 12 böl, çevirək düzgün olmayan kəsirə. 3-də 8. Bu da bərabər. Birinci kəsir olduğu kimi qalır. İkincinin tərsinə vururuq. 8-də 3-ə vuraq. 12-ni 3-ə vuranda 36. Böləndə 8-ə. 4 dəfə 8, 32. 4 tam onda 5. Deməli, orta sürətimiz oldu nə qədər? 4 tam onda 5 metr bölünsün saniyə. 23-cü suala gəldik. İki üzgüçü eni 40 metr olan çayın bir sahilindən o biri sahilinə üzür. Çayın axın sürətinin üzgüçülərin suya görə sürətini vektorlar şəkildə göstərilmişdir. Üzgüçülərin sahilə çatdıqları nöqtələr arasındakı məsafəni tapın. Bunun belə bir yolu var. Biz çayın axma sürətini burada görürük. Bir bölgüdür, belə deyək. Onu gətirib, misal üçün, birinci cismin qarşı sahildə hansı nöqtəyə çatmasını bilmək istəyiriksə, biz bunu bu şəkildə bura qoyuruq, paralel köçürdük. Başlanğıc nöqtədən və bu vektorun uc hissəsindən keçməklə xətti çəkirik. Çəkək. Və bu şəkildə istiqamətini davam elətdirəcək. Gəlib çıxacaq bu nöqtəyə. Deməli, birinci cisim bu nöqtədən çıxacaq. İndi bunu İkinci cismi bilmək üçün uzadaq biraz.
ikinci cismin hansı nöqtədən çıxmağını bilmək istəyiriksə uzadacağıq. İndi birinci cismin çatdığı nöqtəni bildik. Bu nöqtədə. İndi ikinci cism üçün də eyni qayda ilə çayın vektorunu çəkdik belə. O nöqtəsindən keçmək şərti ilə və vektorun uç hissəsindən keçməklə düz xətt çəkirik. Və bu vektor istiqamətini davam elətdirəcək. Gəlib 2 bölgü digər istiqamətdə, ikinci cisimdə burada çıxacaq. Və bunlar arasındakı məsafə nə qədər olacaq? Bunu necə biləcəm? Deyir, eni 40 olan çayın. Deməli, buradan bura çayın eni nə qədərdir? 40 metrdir. Bu da görür ki, 4 bölgüdür. Deməli, 4 dama 40 metrdirsə, onda 1 dama nə qədərdir? 10 metr. Burada 1 və 2 arasında, yəni bu cisimlər arasında nə qədər məsafə var? 2 dama. Yəni, bu nə deməkdir? 2 vur 10, 20 metr məsafə var. Yəni, bu iki üzgüçü arasındakı məsafə 20 metr olacaq. Başqa üsullarla da izahı var, amma ən sadəsi budur. Və bu şəkildə yadda saxlayaq. Düz xətt boyunca bərabər təcilli hərəkətdən cismin yer dəyişməsinin modulunun zaman asılı qrafiki verilmişdir. Başlanğıc sürət. Bizə burada verilən sadəcə yer dəyişmə və zamandır. Başlanğıc sürəti tapmaq tələb olunur. Başlanğıc sürətini necə tapacağım? S bərabər V0T plus AT kvadrat böl 2 ifadəsindən əvvəlcə 1 saniyə anına uyğun üçün də yazacağım. Sonra 2 saniyə anına uyğun üçün də yazıb sistem tənlikdən tapacağıq. Necə? 1 saniyə anına uyğun yer dəyişmə 2-dir. 2 bərabərdir. V0 bəlli deyil. V0 vur 1 plus. Təcili də yoxdur. A vur 1-in kvadratı 1 böl 2. 2 saniyə anına uyğun yer dəyişmə 6 metrdir. 6 bərabərdir. V0 vurulsun 2 plus A vurulsun 2-nin kvadratı 4 böl 2. 2 bərabərdir V0 plus 0,5A. Aşağıda isə 6 bərabərdir 2 dənə V0 plus 2A. Başlanğıc sürət tapmaq istəyirəmsə, təcili buradan belə deyək də silməliyik. Təcilin silinməsi üçün yuxarı hissəni -4-ə vuraq. Onda nə alınacaq? Alınacaq -8 bərabərdir -4 dənə V0 minus 2A. Aşağıda isə 6 bərabərdir 2 dənə V0 plus 2A. Tərəf-tərəfə toplasaq təcillər gedəcək. Olacaq -2 bərabərdir -2 V0. Buradan da tapacağıq ki, V0 bərabərdir 1 metr bölünsün saniyə. Deməli, başlanğıc sürətimiz olacaq 1. 25-ci sualda sükunət vəziyyətindən x oxu boyunca hərəkətə başlayan cismin təcilinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Bu cismin sürətinin proyeksiyasının zamanı asılı qrafikini çəkin və bu qrafikdən istifadə etməklə 4 saniyə ərzində yerdəşməni tapın. Əvvəlcə biz sürət zaman qrafikini çəkməliyik ki, sonra yerdəşməni hesablaya bilək və xt sürət zaman qrafikini çəkək. Baxırıq ki, sükunət vəziyyəti dediyinə görə, yəni V0 0 olacaq. Yəni bu cismin başlanğıc sürəti olacaq 0. Başlanğıc sürətimiz 0-dır. V0 0 götürdük və son sürəti necə tapacaq? V bərabərdir AT-də axı. İlk 4 saniyələrdə təcil 2, zaman da 4 olsa, deməli 4-cü saniyənin sonundakı sürət 8 olmalıdır. Yeyinləşən hərəkətdir. Başlanğıc sürəti 0-dan yeyinləşən hərəkət eləyər. Yəni 4-cü saniyəyə uyğun zaman anında təcilimiz olacaq 8. Sonra növbəti 4 ilə 8 arasında keçən bu 4 saniyədə təcil oldu -2. Onda yavaşan hərəkət eləyib və sürət yenidən azalıbdır. Bura 8 saniyə qeyd eləyək. Yenə təcilimiz olacaq -2. Sürətin proyeksiyasının zamanı asılı qrafikini çəkdik. İndi yerdəyişməsini tapanda, yerdəyişmə burada nə olacaq? Fiqurun sahəsi delta S fiqur. Fiqur üçbucaqdır. Bir tərəfi 8, hündürlük də 8-dir. 2-də 1 AH. 2-də 1 vur 8 vur 8. Olacaq 32 metr. Deməli, burada da yerdəyişməmiz oldu. Bir dəqiqə, diqqətli baxaq. 8, 8, 32 metr. 26. Cisim 0T1 müddətində x oxu istiqamətində bərabər sürətli, T1, T2-də x oxu istiqamətində bərabər yavaşan,
T2, T3 müddətində x oxun əksinə modulca eyni təcillə yeyinləşən hərəkət edir. Sürətin proyeksiyasının zamanaslı qrafikini çək. Verilənlərə əsasən biz qrafik çəkirik. Sürətin proyeksiyasının zamanaslı qrafikini. Deməli 0T1 müddətində x oxu istiqamətdə bərabər sürətli. X oxuna bərabər sürətli. Zaman oxuna yuxarıda çəkirəm. 0T1 müddətində belə. Sonra T1, T2 müddətində x oxu istiqaməti yavaşın. Sürət artıq azalır. Bu uzun T2 müddəti. T2, T3 müddətində eyni təcillə, yəni burada meyl bucağı dəyişmədən cisim x oxunun əksinə bərabər yeniləşən hərəkət elədi. Burada yazırıq T3. Və salam. Bu oldu sürətin proyeksiyasının zamanaslı qrafiki. 27. 2 metr başlanğıc sürətlə düz xətli bərabər yeniləşən hərəkətdən cisim sürətini 6 metr böl saniyəyə qədər artırdıqda 8 metr yerdəyişmə etdi. Bu cismin sürətinin həmin başlanğıc sürətdən 10-a qədər artırdığı zaman nə qədər yerdəyişmə edər? Əvvəlcə biz onun təcilini tapıb müəyyən edə bilərik. S bərabərdir v kvadrat minus v0 kvadrat bölü 2a ifadəsindən təcil tapsaq, v kvadrat minus v0 kvadrat bölü 2s olacaq. Bu da bərabər. Son sürət 6-dır. Kvadratı eləyəcək 36, çıxılsın v0 2-dir, kvadratı eləyəcək 4. 36 çıxılsın 4, bölünsün 2 vurulsun 8. 36-dan 4 çıxanda 32, böləcəyik onu 16-ya, təcilimiz olacaq 2. Təcil tapdıq. İndi sx bərabərdir v kvadrat minus v0 kvadrat bölü 2a ifadəsinə görə. Əgər bu sürətini 2-dən 10-a qədər artırsa nə qədər yerdəyişmə edər? Onu tapaq. Onun kvadratı eləyəcək 100, başlanğıc sürəti 2-dir, 2-nin kvadratı eləyəcək 4. Bölünsün 2 vur. Deməli, təcilimiz nə qədər oldu? 2. Bərabərdir. 100-dən 4-ü çıxarıq 96, bölərik 4-ə. Onda olacaq nə qədər? 2 dəfə 24 metr. Və salam. X oxu üzrə hərəkətdən cismin sürətinin proyeksiyasının zamanaslı qrafiki verilib. Tənliyi bu şəkildədir. Müşahidə başlanan andan keçən 5 saniyə müddətində bu cisim nə qədər yol gedər? Aha, sürət tənliyi Vx bərabərdir V0 minus AT-dir. V0 yəni başlanğıc sürət 6, təcil 2-dir. Belə çıxır ki, bu cisim 3 saniyədən sonra dayanacaq. T-tormuzu tapanda başlanğıc sürətin modulunu təcilin moduluna bölürük. 6-nı bölürəm 2, 3 saniyə. İlk 3 saniyə yavaşdan hərəkət edib sonra dayanır. Əvvəlcə ilk 3 saniyədə getdiyi yolu tapaq. S bərabərdir V0T minus AT kvadrat bölü 2-dir. V0 6 vurulsun 3 çıxılsın. Təcilimiz 2 vur 3-ün kvadrat 9 bölü 2. Hatta 3 18 çıx 9 elədi 9 metr. İlk 3 saniyədə 9 metr yol getdi. Dayandı. Sonra 5 saniyə müddətdə deyir axı qaldı 2 saniyəmiz. Digər 2 saniyədə isə sükunət vəziyyətindən yeyinləşən hərəkət eləyir. S bərabərdir AT kvadrat bölü 2-dən tapırıq. A2-dir. 2 saniyəmiz qalıb. 2-nin kvadrat 4 bölü 2. Bunlar getdi qaldı. 4 metrdə sonraki 2 saniyədə hərəkət elədi və ümumilikdə nə qədər yol getdi? S ümumi 9 plus 4 13 metr. Gedilən yol oldu 13 metr. Və salam. 29. Cisim 5 saniyə müddətində bərabər sürətlə A 2 mənfi 2 mənfi 5 bu x-dir. X0, bu da y0 başlanğıc koordinatlar. Bu nöqtədən B6 1-ə bu x, bu da y son koordinatları hərəkət etdi. Onun sürətinin modunu tapın. Əvvəlcə sürətin x oxunda və y oxunda proyeksiyasını tapaq. Vx bərabərdir x çıx x0 böl t-dir. Son x koordinat 6 çıx mənfi 2 böl 5 saniyə deyil. Burada alınır 8. 8-i böləcəm 5-ə. 1 tam onda 6 metr böl saniyə x oxunda proyeksiyası. Sürətin y oxunda proyeksiyası tapanda y çıx y0 böl t-dir. Deməli 1 çıx mənfi 5 bölünsün 5 saniyə. Bu edir 6. 6 bölünsün 5. Bu da elədi 1,2 metr bölünsün saniyə. İndi sürətin modunu tapanda v nəyə bərabər? Kökün altında vx-in kvadratı plus vy-in kvadratı bərabər. 1,6-nın kvadratı eləyir 2,56. 1,2-nin də 1,44.
Kökün altında 4. Onda V nəyə bərabərdir? 2 metr bölünsün saniyə. Burada cavabımız oldu 2. 30. Cismin hərəkət tənliyi x bərabər 20 plus 6t minus t kvadrat şəklindədir. Müşahidə başlanan andan keçən 5 saniyə müddətində cisim necə hərəkət edir? Əvvəlcə tənlik yazırıq. X bərabərdir 20 plus 6t minus t kvadrat. Baxıram ki, başlanğıc sürət 6, təcilin proyeksiyası -2-dir. Tormuz müddətini tapırıq. T tormuz, deməli, başlanğıc sürətin modulunu bölürük təcilin moduluna. 6-nı böləcəm 2. İlk 3 saniyədə bu cisim dayanacaq. Deməli, yavaşdan hərəkət edir. Hardan bilirik? Sürət müsbət, təcil mənfidir. Bərabər yavaşdan hərəkət. Deməli, əvvəlcə ilk 3 saniyədə belə yazaq. İlk 3 saniyədə x oxu istiqamətində, sürət müsbətdir axı, x oxu istiqamətində bərabər yavaşyan hərəkət edir. Bərabər yavaşyan. Deməli, ilk 3 saniyədə necə hərəkət elədi? X oxu istiqamətində bərabər yavaşyan dayandı. Ondan sonra sükunət vəziyyətindən bərabər yeyinləşən hərəkət edəcək. Çünki cisim dayanırsa, sükunət vəziyyətindən bərabər yeyinləşən. Növbəti 2 saniyədə sükunət vəziyyətindən bərabər yeyinləşən hərəkət edəcək. 31. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamanası qrafiki verilmişdir. Hansı zaman anlarında bu cismin hərəkət istiqaməti təcilin proyeksiyası işarəsi dəyişib? Yazaq. Burada 0T1, T1, T2, T2, T3, T3, T4 və bir də lap deyək T4, T5 anı var burada. Əvvəlcə 0T1-də x oxunun əksinə hərəkət edir. Sürətin proyeksiyası nədir? Mənfi. Yeyinləşən olduğuna görə təcilin proyeksiyası da mənfidir. T1, T2 anında yenə x oxunun əksinə hərəkət edir. Sürətin proyeksiyası mənfi. Amma yavaşyan olduğuna görə əks yönəlirlər. Deməli, təcilin proyeksiyası müsbətdir. Təcilin proyeksiyası dəyişdimi? Dəyişdi. Sonra T2, T3 anında baxırıq ki, burada x oxu istiqamətlə gedir. Sürətin proyeksiyası nədir? Müsbət. Sürətin proyeksiyası dəyişdimi? Dəyişdi. Yeyinləşən olduğuna təcilin proyeksiyası da müsbətdir. Sonra T3, T4 anında yenə x oxuna getdiyinə görə sürətin proyeksiyası müsbətdir, amma yavaşlayan hərəkətdə axı, onda təcilin proyeksiyası olacaq mənfi. Təcilin işarəsi dəyişdimi? Dəyişdi. T4-dən sonraki anda x oxunun əksi nədir? V0x mənfi, dəyişdi işarəsi. Yeyinləşən olduğuna görə AX də mənfidir. Vəssalam. Növbəti dərslərdə görüşmək ümidi ilə.